Qoç bürcü. Həftənin ilk günləri çoxlu yaxşı fürsətlər gətirəcək, onlardan uğurla yararlanacaqsınız. Bir çox qoç əvvəllər buraxılmış səhvləri düzəldə, perspektivli əməkdaşlıq qura və demək olar ki, ümidsiz görünən məsələləri həll edə biləcək. Yaradıcı yanaşma və ilham istənilən vəziyyətdə optimist münasibət saxlamağa və ən qarışıq şəraitdə düzgün həll yollarını tapmağa imkan verəcək. Həftənin ortası qeyri-adi dərəcədə əlverişli olacaq. Ətrafınızdakı insanlar sizinlə mehriban rəftar edəcək və siz onlarla yarı yolda görüşməyə hazır olacaqsınız. Yaxınlarınıza problemlərini həll etməyə kömək etmək üçün düzgün vaxt, bunun üçün kifayət qədər güc və vaxtınız var, çox güman ki, rəhbərlərinizdən tərif və ya maddi dəstək alacaqsınız. Yeni başlanğıclar üçün yaxşı vaxt, hər şey gözlədiyinizdən daha sürətli və asan nəticələnəcək. Həftənin sonunda bəzi xırda çətinliklərlə üzləşəcəksiniz, lakin vaxtından əvvəl təslim olmasanız, onların öhdəsindən gələ biləcəksiniz. Həftə sonları yaxşı dincəlməyə və sizin üçün əziz olan insanlarla ünsiyyətdə olmağa çalışın. Buğa bürcü. Sizə əzm, mətanət və dözümlülük lazımdır. Buğaların əksəriyyəti bir çox mühüm problemləri uğurla həll edəcək, lakin bu, onların istədikləri qədər asan və tez olmayacaq. Ev işləri sizi iş tapşırıqlarından yayındıracaq, lakin keçid və düzgün prioritet vermək bacarığı hər şeyin öhdəsindən uğurla gəlməyə kömək edəcək. Təcrübəli dostların məsləhətlərinə qulaq asmaq zərər verməz. Etibarlı müttəfiqlər lazım olanda köməyinizə gələcək. Bəzi iri miqyaslı layihələri yerdən götürmək şansı olacaq. Ən yaxşı tərəfinizi göstərə və rəhbərlərinizin gözündə nüfuzunuzu gücləndirə biləcəksiniz. İşlərinizin vəziyyətinə müsbət təsir göstərəcək nüfuzlu havadarların meydana çıxması mümkündür. Yeni başlanğıclar üçün ən əlverişli dövr deyil. Ancaq gələcək üçün planlar qura, strategiya üzərində düşünə və gələcək fəaliyyət üçün zəmin hazırlaya bilərsiniz. Həftənin sonunda emosiyaların öhdəsindən gəlmək çətin olacaq. Bu, emosiyaların şiddətlə ifadəsi zamanı deyil, bu, başqaları ilə münasibətləri korlaya və nüfuzunuzu məhv edə bilər. Ehtiyatlılıq və soyuqqanlılıq sizə kömək edəcək. Əkizlər bürcü. Eyni anda bir neçə işi öz üzərinə götürməyə çalışmasanız, bir çox problemi həll edə biləcəksiniz. Yaradıcılıq və yüksək enerji səviyyələri böyük miqdarda işin öhdəsindən gəlməyə kömək edəcək, lakin həddindən artıq impulsivlik daha çox zərər verəcəkdir. Özünü idarə edə bilən əkizlər təsirli nəticələr əldə edəcəklər. Əməkdaşlıq qurmaq, danışıqlar aparmaq və ictimai çıxışlar üçün əlverişli dövrdür. Ətrafınızdakılar tərəfindən isti qarşılanacaq yeni ideyalarınız olacaq. Ofis romantikasının başlanğıcını istisna etmək olmaz. Fəaliyyətinizi düzgün istiqamətə yönəltməyə çalışın. Bu, səhvlərdən, yanlış qərarlardan qaçmağa və vacib detalları qaçırmamağa kömək edəcək. Həftənin ortası yeni layihələrə başlamaq üçün əlverişlidir. İlk cəhddə bir şey alınmasa belə, siz çətinliklər qarşısında təslim olmayacaqsınız və yenə də istədiyinizi əldə etməyin yolunu tapacaqsınız. Həftənin sonu faydalı insanlarla tanış olmaq, yeni tanışlıqlar etmək, gələcək üçün birgə planları müzakirə etmək üçün əlverişlidir. Kobud kənarları hamarlamaq qabiliyyəti yaşlı və ya gənc qohumlarla ünsiyyət qurarkən faydalı olacaqdır. Xərçəng bürcü. Həftənin ilk yarısı aktiv və hadisələrlə zəngin olacaq. Əksər xərçənglər asan, aktiv və davamlı olacaqlar. Tələsik qərarlar verməsəniz və tələsik heç nə etməsəniz, planlaşdırdığınız hər şey nəticə verəcəkdir. Üstünlük arzusu artacaq və bu, başqaları ilə münasibətləri korlaya bilər. Bu enerjini işə yönəltməyə çalışın, o zaman istənilən işdə nəzərə çarpacaq uğur qazana biləcəksiniz. Həmkarların və rəhbərliyin gözündə nüfuzunuzu gücləndirmək fürsəti yaranacaq. İndi uzun müddət həll etməkdə tərəddüd etdiyiniz işləri öhdəsinə götürmək üçün doğru zamandır. Perspektivli tanışlıqlar qura və bir neçə çoxdankı rəqibləri öz tərəfinizə cəlb edə biləcəksiniz. Bütün işlərin öhdəsindən tək gəlmək məcburiyyətində olmayacaqsınız, etibarlı tərəfdaşlar kömək və dəstək təklif edəcəklər. Cazibədarlığınız nəzərə çarpacaq dərəcədə artacaq, buna görə də başqalarını qazanmaq zərrə qədər çətin olmayacaq. Həftənin sonuna qədər şərait həmişə xeyrinizə işləməyəcək. Böyük layihələri və ciddi söhbətləri daha əlverişli vaxta qədər təxirə salın. Şir bürcü. Çox şeyə nail ola bilərsiniz, lakin diqqətli olmağı unutmamaq vacibdir. Səfeh hərəkətlər yaxşı bir şeyə səbəb olmayacaq.
Diqqət və səbir nümayiş etdirən şirlər bütün məqsədlərinə çatacaqlar. Ambisiyanız artacaq və bu biznesdə çox uyğun olacaq. Ancaq sizin üçün vacib olan insanlarla ünsiyyət qurarkən həmişəkindən biraz daha incəlik nümayiş etdirməlisiniz. Rəqiblərlə münasibətlər pisləşə bilər, lakin siz üstünlük əldə edib istənilən vəziyyətdən zərif şəkildə çıxa biləcəksiniz. Həftənin ikinci yarısı peşəkar nailiyyətlər üçün xüsusilə əlverişlidir. Biznesdə əhəmiyyətli uğurlar, maliyyə rifahı və böyük sövdələşmələr ehtimal olunur. Sizə ümidsiz görünən problemləri həll etmək fürsəti yaranacaq. Yeni tərəfdaşlarla əlaqələr qurmaq və pozulmuş münasibətləri bərpa etmək üçün əlverişli zamandır. Şəxsi həyatınızda xoş dəyişikliklər mümkündür. Səyahət üçün, xüsusən də uzun məsafəli və xarici səfərlər üçün əlverişli vaxtdır. Qız bürcü. Həftə uğurlu və məhsuldar başlayacaq. Yeni biliklər əldə etmək üçün əla vaxtdır. Siz asanlıqla tanış olmayan məsələləri başa düşəcək, hətta çox mürəkkəb problemləri həll edəcək və bir çox faydalı bacarıqlara yiyələnəcəksiniz. Bir çox qız bürcləri nüfuzlu insanlarla əlaqə qura və gələcək üçün onlardan dəstək ala biləcəklər. Rəqibləriniz üzərində üstünlük əldə etməyinizə kömək edəcək vacib məlumatlar əldə etmək mümkündür. Müqavilələrin imzalanması və müqavilələrin bağlanması üçün əlverişli zamandır. Danışıqlar və ictimai çıxışlar uğurlu olacaq. Həftənin ortası işləri qaydaya salmaq üçün idealdır. Əvvəlki məsuliyyətlər sizi təqib etmək üçün geri qayıda bilər, buna görə də tez tənzimləmək və tez dəyişmək qabiliyyətiniz faydalı olacaq. Siz təmkinli, diqqətli və intizamlı olacaqsınız, buna görə də təsir edici nəticələr əldə edə biləcəksiniz. Həftənin sonu ciddi məsələlər üçün o qədər də əlverişli olmasa da, qeyri-rəsmi ünsiyyət və mehriban görüşlər üçün əlverişlidir. Romantik görüşlər də çoxlu sevinc gətirəcək. Tərəzi bürcü. Həftənin ilk yarısı qarışıq olacaq. Bir tərəfdən güc və enerji artımı, özünə inamın artması və fəaliyyət üçün susuzluq hiss edəcəksiniz. Digər tərəfdən tələsik qərarlar və düşünülməmiş hərəkətlər daha çox ehtimal olunur və bu həmişə uyğun olmayacaqdır. Təmkin və hər addımda düşünmək vərdişi sizə kömək edəcək. Həmkarların məsləhətlərini və etibarlı müttəfiqlərin tövsiyələrini dinləməyə dəyər. Öz biznesinizi açmaq və ya yeni layihələrə başlamaq üçün əlverişli dövrdür. Yolunuzdakı kiçik maneələr sizi çıxılmaz vəziyyətə salmayacaq. Bütün çətinliklərin öhdəsindən tək gəlmək məcburiyyətində olmayacaqsınız, ətrafınızdakılar köməyinizə gəlməkdən məmnun olacaqlar. Həftənin ikinci yarısında hər şey yaxşı getməyəcək. Həmkarlar, tərəfdaşlar və qohumlarla xırda fikir ayrılıqları ola bilər. Maliyyə itkiləri istisna edilmir, lakin onların böyük olması ehtimalı azdır. Heç bir tənqidi ürəkdən qəbul etməməlisiniz, amma digər insanlarla ünsiyyət qurarkən daha incəlik nümayiş etdirməyin zərəri olmaz. Əqrəb bürcü. Həftənin əvvəli kifayət qədər çətin olacaq. Bir çox əqrəblər əsəbi və inadkar olacaqlar ki, bu da başqaları ilə münasibətlərə ən yaxşı təsir göstərməyəcək. Hər vəziyyətdə öz yolunuzda israr etməyə çalışmamalısınız. İmpulsivlik və artan konflikt hətta həmişə yaxşı yola getdiyiniz insanlarla belə ümumi dil tapmağınıza mane olacaq. Vacib mövzuları müzakirə etmək, sövdələşmələr etmək və danışıqlar aparmaq üçün ən yaxşı vaxt deyil. Sakitlik və ehtiyatlılıq sizə kömək edəcək. Əgər təmkinli davransanız və hər bir addımınızı diqqətlə düşünsəniz, nəinki bəlalardan qaça biləcəksiniz, həm də biznesdə yaxşı nəticələr əldə edə biləcəksiniz. Həftənin ortalarından başlayaraq çox şey edə biləcəksiniz, lakin buna nail olmaq üçün çox səy göstərməli olacaqsınız. Dözümlülük və dözümlülük sizə istənilən çətinliyin öhdəsindən gəlməyə imkan verəcək. Nəsə plana uyğun getməsə üzülməyin, onsuz da problemi həll etməyin yolunu tapacaqsınız. Bütün səyləriniz dərhal nəticə verməyəcək, lakin gələcək uğur üçün möhkəm zəmin yaradacaqsınız. Uzun müddətli müqavilələr bağlamaq və ya öz biznesinizi qurmaq üçün əlverişli zamandır. Oxatan bürcü. Həftənin əvvəlində düzgün insanlarla ünsiyyətdə çətinliklərdən qaça bilməyəcəyiniz ehtimalı azdır. Gözlənilməz utancaqlığa qalib gələcəksiniz və öz nöqteyi nəzərinizi müdafiə etmək çətinləşəcək. Bir çox oxatanlar fikir ayrılıqlarının qarşısını almaq üçün öz fikirlərini gizli saxlamağa meyilli olacaqlar. Artan həssaslıq və həssaslıq sizi həssas və asanlıqla incidəcək. Ciddi söhbətlər və mühüm layihələrə başlamaq üçün ən əlverişli zaman deyil.
Məlumatlı qərarlar qəbul etmək həmişəkindən daha çətin olacaq. Mümkünsə bütün vacib işləri sonraya təxirə salın, gündəlik işlərlə məşğul olun və diqqətinizi xırda şeylərlə yayındırmayın, onda hər şey yaxşı olacaq. Həftənin ortasında vəziyyətlər getdikcə daha çox xeyrinizə işləməyə başlayacaq. Həmkarların və tərəfdaşların dəstəyi özünü çox gözlətməyəcək. Özünüzə inam dalğası hiss edəcəksiniz, haqlı olduğunuzu sübut edə və başqalarını buna inandıra biləcəksiniz. Yeni nailiyyətlər, müqavilələr imzalamaq, biznes açmaq və ya istehsalı genişləndirmək üçün əla vaxtdır. Bəzi bürokratik məsələlər uğurla həll olunacaq. Qırılmış münasibətləri bərpa etmək fürsəti yaranacaq. Oğlaq bürcü. Həftənin ilk yarısı aktiv ünsiyyət üçün əlverişli olacaq. Bir çox oğlaq qeyri-adi dərəcədə cazibədar olacaq ki, bu da başqalarının diqqətindən yayınmayacaq. Qaçırmaq istəməyəcəyiniz çoxlu yaxşı fürsətlər olacaq. Onlar sizi asanlıqla yerləşdirəcək, kömək göstərəcək və bəzi xırda məsələlərdə güzəştə gedəcəklər. Çoxlu faydalı əlaqələr qura, nüfuzlu insanlarla əlaqələr qura biləcəksiniz. Danışıqlar, görüşlər və ictimai çıxışlar üçün yaxşı dövrdür. Həftənin ortasında həssaslığınız artacaq ki, bu da incikliklərə səbəb ola bilər. Xırda şeylərə çox fikir verməyin, bu diqqətinizi vacib şeylərə cəmləməyə mane olacaq. Başqalarına həddindən artıq tələblər qoymağın vaxtı deyil, bu biznesin maraqlarına təsir etməyəcək, lakin münasibətlərinizi ciddi və daimi şəkildə poza bilər. Həftənin sonu ciddi işlərə başlamaq üçün o qədər də əlverişli deyil. Başladığınız işi başa çatdırmağa diqqət yetirin. Yaxınlarınızla fikir ayrılığınız varsa, mümkün qədər tez barışıq yolunda ilk addımı atmağa çalışın. Dolça bürcü. Həftənin əvvəlində ciddi bir işə başlamamalısınız. İşgüzar tərəfdaşlar, həmkarlar və qohumlarla razılığa gəlmək çətin olacaq. Bir çox dolçalar hər şeyi çox ciddi qəbul edəcəklər və bu həssaslıq onların vəziyyətinə ən yaxşı təsir göstərməyəcək. Bu, çölə çıxmaq üçün ən yaxşı vaxt deyil, çox həzz almayacaqsınız, yalnız sərf etdiyiniz vaxta peşman olacaqsınız. Xərcləməkdə təmkinli davranmalısınız, cüzi israfçılıq meyli ola bilər. Həftənin ortası çoxlu yaxşı fürsətlər gətirəcək, onlardan yararlanmaq vacibdir. İntuisiyanız kəskinləşəcək, bu bir çox məsələlərin həllində faydalı olacaq. Başqalarının fikirlərinə çox güvənməyin, onlar sizə həmişə düzgün məsləhət verə bilməyəcəklər. Yaradıcılıq qabiliyyətləriniz üzə çıxacaq ki, bu da çətin vəziyyətlərdə qeyri-ənənəvi həll yolu tapmağa imkan verəcək. Həftənin sonunda mühüm məsələlərdə mübahisələrdən qaçmaq çətin olacaq. Bundan qorxmağa ehtiyac yoxdur, öz nöqteyi nəzərinizi müdafiə edə biləcəksiniz, sadəcə olaraq nəzakət və nəzakət haqqında unutmayın. Balıqlar bürcü. Həftənin əvvəlində çox şey sizdən asılı olacaq. Yaxşı reputasiya yaratmaq, xoş təəssürat yaratmaq və rəhbərliyin loyallığını qazanmaq imkanı olacaq. Eyni zamanda həddindən artıq təkəbbür nəzərə çarpacaq problemlərə səbəb olacaqdır. Odur ki, özünüzə diqqət yetirin, güclü tərəflərinizi göstərin, amma həddən artıq təkəbbür göstərməyin. Həftənin ortasında əksər balıqlar üçün əlverişli zaman gələcək. Uzun müddətdir ki, pis niyyətli insanlarla belə ümumi dil tapa biləcəksiniz. Müzakirələr və hətta mübahisələr son dərəcə konstruktiv olacaq. Birgə işləmək istədiyiniz nəticəni verəcəkdir. İndi təşəbbüs göstərmək və həmkarlar və rəhbərlər tərəfindən yüksək qiymətləndiriləcək dəyərli təkliflər vermək vaxtıdır. Həftənin sonunda emosional yüksəliş və güc artımı hiss edəcəksiniz. Heç vaxt tapmadığınız işlərin öhdəsindən gələ biləcəksiniz. Çölə çıxmaq, ictimai çıxış və aktiv ünsiyyət üçün gözəl vaxtdır. Maraqlı insanlarla perspektivli tanışlıqlar ehtimalı yüksəkdir.